Bəzi insanlar soruşurlar ki, məsələn, orucu batil eləyən biz bilirik ki, 9-10 dənə iş var ki, onların arasında qeybət yoxdur. Onda belə çıxır ki, qeybət orucu batil eləmir. Cavab belədir. Biz məsələyə bu cür yanaşaq. Bir var, bir hökmün, məsələn, orucun şər'i tərəfi, bir də var onun qəbul olma əxlaqi tərəfi, mənəvi tərəfi. Şər'i tərəfi budur ki, mən oruç tuturamsa, 9-10 qadağan olunmuş şeydən çəkinməliyəm. Yeməkdir, içməkdir, tozu boğaza çatdırmaqdır, başı suya batırmaq və s. Bunlardan çəkinməliyəm. Bu məsələnin şəriət tərəfidir. Amma digər tərəfi orucun qəbul olma məsələsidir. O da budur ki, orucun özünün ki, ruhu var, mənəviyyatı var, şəhrullahdır, Allahın böyük ayıdır, mübarək ayıdır. Bu ayda bəzi şeylərdən də mən çəkinməliyəm. O da nədir? Məsələn, dilə aid olan günahlardan qeybət eləməkdir. Qeybət eləmək bilinir ki, insan üçün nədir? Böyük günahlardan demək olar ki, biridir. Mən qeybət eləsəm, şər'i cəhətdən orucum batil olmasa da belə, amma orucumun qəbul olmasına maneə törədir. Bir növ orucum olur, səhərdən axşama qədər ac qalmaqdan ibarət olan bir şey. Yəni orucumun mənəviyyatı olmur, savabı olmur, fəziləti olmur qeybət eləməklə. Ona görə qeybətdən çəkinməyimiz lazımdır. Baxmayaraq şəri cəhətdən orucumuzu batil etməsə də.